Mən hansısa mövzuda video çəkən kimi insanlar sən mövzuda niyə danışırsan, siyasətçi sənə reaksiyasını verir. Baxın, mən öz videolarımda siyasi mövzulardan çox danışmıram. Bunların hamısı əxlaqla bağlı məsələlərdir. Bəzi mövzularla bağlı reaksiya vermək seçim deyil. Məsələn, bir vətəndaşın evini şirkətlər dağıdırsa və siz buna reaksiya vermirsinizsə, siz bu qanunsuzluğa şərik olursunuz. Bir insanın görünüşünü, saçını, başını, vidini sevmədiyiniz üçün onun üzləşdiyi qanunsuzluqları susursunuzsa, siz bu ədalətsizliyə şərik olursunuz. Gənclər müharibə istəmədiyi üçün həbs olunursa, siz buna da şərik olursunuz. Bir qadın həyatına son verən kişi rahat-rahat küçədə gəzə bilir, amma etiraz edən gənclər həbs olunursa və siz bunu susursunuzsa, yenə də buna şərik olmuş olursunuz. Vətəndaşların seçdiyi deputatı məclisə buraxmırlarsa və siz buna reaksiya vermirsinizsə, yenə də bu qanunsuzluğa şərik olursunuz. Uşaqların məruz qaldığı cinsi istismara, erkən yaşda evliliyə susursunuzsa, siz də bu cinayətə şəriksiniz. Videomu bəyənməyə bilərsiniz, saçlarımı, görünüşümü bəyənməyə bilərsiniz, sizin nə qız, nə oğlan kimi gəlməyə bilərəm. Amma burada danışdığımız bəzi mövzular var ki, bunları danışmaq hamımızın məsuliyyətidir və mən bunu eləməyə çalışıram.